Baş ağrısını biz hər zaman deyirik ki, baş ağrısının müalicəsi Doktor Seyfəddin klinikasındadır. Yəni, miqrenin iynə dərmanla müalicəsi yoxdur. Orada da biz təbii üsullarla insanları baş ağrısından azad edirik. Təbii ki, müalicəmizdə də apiterapiya, hüridoterapiya, bitkilərlə müalicə, məlhəmlərlə, məcunlarla müalicə üstünlük verir. Təbii şəkildə baş ağrılarından azad olursunuz. Yoxsa baş ağrısı gəlir bir tərəfli, gözünə vurur, boynundan başlayır ağrılar, bəzən ürəkbulanma verir şiddətli olanda, lap şiddətli olanda qusma verir, bəzən gözün qabağında qara nöqtələr gedir, bəzən görmə zəifləyir, tutma zəifləyir, fincanı əlində saxlaya bilmirsən, bir tərəf elə bil zəifləyən kimi olur. Bunlar hamısı miqrenin əlamətləridir. Eyni zamanda auralı migren də var, kəskin işığa baxa bilmirlər, kəskin səs eşidə bilmirlər, kəskin səs olanda da pis təsir edir. Və külək dəyən kimi, ac qalan kimi, yuxusuz qalan kimi, yorğun olanda da o ağrılar tuta bilir. Qadınlarda da menstrual sikl, yəni aybaşı dövrü yaxınlaşında deyə qutarında da baş ağrıları tuta bilir, ağrıya bilir. Ona görə də əgər baş ağrıları narahat edirsə bizə müraciət edin, baş ağrısından azad olun.